Masallıda evində baltalanaraq öldürülən 69 yaşlı qadının meyidi tapılıb. Qohumlarının məlumatına görə tək yaşayan qadının evində əşyalar dağıdılıb, ancaq heç nə aparılmayıb. Hətta qulağındakı qızıl sırğalara da toxunmayıblar. Qadın naməlum şəkildə öldürülüb. Onun meyti öz evində tapılıb. Hadisə Masallıda qeydə alınıb. Qanlı hadisə gecə saatlarında rayon Işıqlar kəndində baş verib. Belə ki, bu evdə yaşayan 69 yaşlı Elmirə Əmanova qətlə yetirilib. İlkin məlumata görə o balta ilə öldürülüb. Hadisənin tamah məqsədi ilə törədildiyi ehtimal edilsə də, evdən heç nə götürülməyib. Bunu mərhumun yaxın qohumu Həsrət Əmirov bildirib. Neçə illər idi tək qalırdı. Oğlanları var, ikisi Rusiyadadır, bir də Bakıda olur. Heç kimin bir toyuğuna daş assın, bir şey eləsin, yox, olmuyor. Bir dənə ancaq yıxılıb böyür üstə balta olub. Baltanın çünki orada mən gördüm. İndi bunun özünün olub, gətirənlər olub. Qapı sağa açılır. Qapının arxasında yəqinən olublar. Bu çıxan kimi, ya ola bilsin o başlarına namaz çıxanda, namaza dəstəmaz almağa çıxanda olub. İndi nə vaxt çıxıb qapını açan kimi arxadan vurublar ənsə hissəsindən. Meyit daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq. Hazırda cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Faktla bağlı rayon prokurorluğunda da araşdırma aparılır. Elvin Əkbərov, Yusif Kərimli, Xəzər xəbər.